Salamlar, vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bu gün sizə hədəf kurslarının keçdiyi buraxılış sınaq 2-nin ingilis dilinə aid olan suallarını izah verəcəm. İlk öncə gəlin 11-ci sinifin suallarına baxaq. Burada bizdə dinləmə mətni səsləndirə bilmədiyimiz üçün birbaşa suallarımızın cavabını deyəcəm. 31-ci sualda bizdən nə istəyir? Mətnə uyğun düzgün cavabı istəyir. The ocean is made of fresh water. Əslində orada deyir ki, təzədir deyir, okeanların suyu təmizdir. Əslində təmiz yox, nə idi? Duzlu idi, salt idi. The ocean covers a small part of the earth. Əslində small part yox, most partdır orada. Many animals live in the ocean. Düzgün cavabımız olacaq burada nə? C variantı. The ocean water is usually warm near. Bu da ekvator sözünü deyir. B variantıdır düzgün cavabımız. Mətndə səsləndirir. Deməli 30-cu sualımızda deyir ki, mətn nə haqqındadır? Rivers and lakes, xeyr. The birds and animals on the forest, xeyr. B variantımız da ola bilməz. Düzgün cavabımız elə burada nə qalır? C variantı. D-də nədir? The history of fishing in the ancient times. D variantı da yanlışdır. How ships are built. Y variantımız da yanlışdır. Düzgün cavabımız nə qalır burada? C variantı. 34-də deyir ki, what should people do to help sea animals stay safe? Yəni, belə deyək, dəniz heyvanların təhlükəsizliyinə görə insanlar nə etməlidirlər? Təhlükəsizliyini qoruyub saxlamaq üçün nə etməlidirlər? Orada əslində deyir ki, people should keep, belə bir cümlə deyirdi. Should keep it, yəni burada okeandan söhbət gedir, nə olar? Clean. Düzgün cümləmiz bu olacaq. 35-də deyir ki, okeanlar bizə nə verir? Deməli, burada boşluqda food sözün səsləndi orada. Ocean give us food, food and help ships travel. O 36-cı sualımızda whale sözünün qarşısında işlənən adjektiv istəyir, burada sifət istəyir, burada isə big whale olacaq. Big whale. Artıq 37-ci sualımızdan bizim mətnimizin sualları başlayır. Mətni birbaşa burada da cavablarla izah edəcəm. Yəni mətni oxumayaq ki, vaxtımız getməsin. Burada mətni oxusaq görsək ki, nədən söhbət gedir? Pendirdən söhbət gedir. 37-ci sualda bizdən soruşur ki, mətnə uyğun düzgün cavabı seçin. Burada deyir ki, A variantda deyir ki, pendir nədən hazırlanır? Pendir hazırlanır nədir? Tərəvəzlərdən. Biz bilirik ki, pendir nədən hazırlanır? Süddən hazırlanır. Soft cheese is always saltier than hard cheese. Əslində xeyr. Bərk pendir nə olur? Daha duzlu olur. Baxın. Sonuncu cümlələrimizdə var. B variantımız yanlışdır. All cheese is ready to eat in a few days. Əslində bu cümləmizdə burada var. In a few days yox, from a few days to several years. Yəni bir neçə gündən bir neçə ilə qədər. Ona görə A variantımız da, C variantımız da yanlışdır. Cheese provides protein and calcium. Düzgün cavabımız da burada nədir? D variantıdır. Bu deyək, protein and calcium. Yəni nədir? Protein və nədir? Kalsium mənbəyidir. Burada nədir? Pendirdən söhbət gedir. Düzgün cavab olaraq nə qalır? D variantı. Y-də də burada deyir ki, France does not produce any cheese. Əslində Fransa nə idi? Fransa ilə pendir istehsalına görə tanınırdı. O cümlədə baxın burada var. Cheese is made from. Bunu heç mətni oxumadan da yaza bilərik. Cheese is nədən hazırlanırdı? Süddən. Düzgün cavabımız buradan olacaq da C variantı. Digər variantları oxumağa heç ehtiyac yoxdur. Burada isə bərk pendirin nəyindir? Xarakteri xüsusiyyətlərini soruşur. Yəni bərk pendirə aid olanları soruşur. It's always creamy. Bu nəyə aiddir? Soft cheese aididir. It's firm as texture. 2 ola bilər. Yəni forması nədir? Bərkdir. It's often taste salty. Duzlu olmaq da elə nə idi? Bərk pendirə aiddir. Elə 2-3 cavab qalır nə? B variantı. 40-cı sualımızda soruşur ki, mətn nə haqqında idi? Deməli, 40-cı sualımızda da olacaq burada variantımız. Baxaq görək. How to raise dairy animals. A variantı yanlışdır. The history of French cheese. Fransa pendirinin tarixindən. Cooking with cheese. Pendirlə bişirmək. C variantı yanlışdır. The benefits of vegetarian diet. Orada nə idi? Vegetarian diyetdən söhbət getmirdi.
Düzgün cavabımız olacaq nə burada? Y variantı. The information about one of the dairy products. Cavab elə nə qalır? Y variantı. 41-ci sualda deyir ki, write the synonym origin sözündə sinonim istəyir. Origin sözündə səhv mətn oxusaz orada source sözü vardır. Yəni mənşə, mənbə deməkdir. Burada sonuncu cümlədə səhv source sözü vardır. Orada da olacaq nə? Source. Yəni mənşə, mənbə deməkdir. Origin sözündə nədir? Sinonimdir. 42-ci sualda cümləni verib definition istəyir. Where the condition is an area over a long time. Yəni bir yerdə olan uzun müddət hava şəraiti. Burada nədir? Climate sözü olacaq. 43-cü sualda bizdən mətnə uyğun cümlənin ən azı 2 söz dəyişməklə nəyin istəyir? Söz dəyişərkən nə ilə əvəzləməliyik? Sinonimlə ən azı sinonimlə əvəzləməliyik. Deməli, eating too much cheese can be bu sonuncu cümlələrdə olmalıdır. Baxaq, görək. Baxın burada can be but sözünü biz nə ilə əvəzləyə bilərik? However sözünlə əvəzləyə bilərik. Small sözünü tiny sözünlə əvəzləyə bilərik. Sonra delicious sözün yummy sözündən əvəzləyə bilərik. Sonra meal sözünü də biz burada əvəzləyə bilərik food sözü ilə. Yəni kifayət qədər məncə biz burada sinonim yazdıq. Dördüncü sualda what's your favorite food? Why dersin sevimli yeməyiniz hansıdır və niyə? Yəni ki bunu da özünüz yazmışsınız. Bu da bizim etdiyimizdir. Gəlin digər suallarımıza baxaq. 45-dən artıq bizim başlayır nə? Qrammatik suallarımız, qrammatika aid olan suallarımız. Baxın ikinci hissəyə baxın. It's empty. It's empty yəni nə idi? Boşdur. Nəyə görə boşdur? Yəni orada heç bir şey yox. Otaqda heç bir şey yox idi. Düzgün cavabımız olacaq nə? Burada C variantı. 46-cı suala baxaq. Deməli, who can speak 5 languages? He was just perfect. Deyir ki, o çox əla idi. Əla idisə deməli nə olacaq? Mən bir kəslə rastlaşdım ki, hansı ki deyir o nədir? O şəxs 5 dili bilirdi. Əgər perfect isə deməli someone olacaq da burada. Yəni nobody, nothing olmaz, anywhere ola bilməz, none ola bilməz. Əgər perfect isə deməli nədir? Bu şəxs həmin şəxs o şəxslə rastlaşıb ki, həmin şəxs nədir? 5 dili bilir. Ona görə düzgün cavabımız olacaq nə? C variantı. 47-ci sualımıza baxırıq. Deməli, burada biz dedik ki, an artiklından nə vaxt istifadə edir? Sözün tələffüzünə. Burada honest olur, ace tələffüz olunmur. Deməli, söz saitlə tələffüz olunduğuna görə bir də an olmalıdır. A happy girl. Burada 2 ola bilər cavabımız. Ən birinci sözə baxırıq. Saitlə tələffüz olunduğuna görə an interesting story burada olacaq. 2-3 olacaq. An ugly. Bir də 4 olacaq. Burada da an yox, European deyirik country. E artikl olmalıdır. 5 də yanlışdır. Düzgün cavabımız olacaq nə? B variantı. Aha. Burada bizdən nisbi əvəzliyə aid olan sualdır. Burada biz boşluğun hər iki tərəfinə baxsaq. Boşluğun hər iki tərəfində nə var? İsim var. Nə artikl isim gəlib. Deməli biz burada nəyi seçirik? Biz deyirik ki, who'sun hər iki tərəfində nə işlənir? İşlənir nə? İsim işlənir. İsim işləndiyinə görə, hər iki tərəfində isim işləndiğinə görə who's nisbi əvəzliyini seçirik. Düzgün cavabımız olacaq burada nə? D variantı. Yaxşı, gəldik, baxdıq 49-a. Very var. Biz veririk ki, sifətin adi dərəcəsində, burada adi dərəcə nə işlənir ümumiyyətlə? Very adi dərəcə ilə işlənir. To be feildə, yəni nə ilə təyin olunurdu? Sifətlə təyin olduğuna görə, yəni sifətlə işlənir, zərflə işlənmirdi. İkinci tərəfdə dansız, burada hərəkətə aid olduğuna görə biz bunu nə ilə təyin edəcəyik? Zərflə təyin edəcəyik. Düzgün cavab olacaq elə nə? A variantı. Bilir ki, yaxşı sözü burada zərf kimi well işlənir. Okay. 50-ci sualda deyir ki, deməli, hansı deyir nədir? Passive voice nədir? Yəli çal deyil. Yəni bizə yəli çal olmayan nə istəyir? Cümləni istəyir. Elə burada cavab A variantı. Nəyə görə? Burada apostrof S-dən sonra deyir ki, yəlik əvəzliyi gəlibsə, nədir? Yəli çal deyil. Burada Ceyhun apostrof S bike
Doğrudur. Heç bir yanlış yoxdur. B variantı that cat apostrof s tail. Doğrudur. The teacher book apostrof nesnə verib. Düzdür. The cinema apostrof s lights. Bu da doğrudur. Yanlış cavabımız burada nə olacaq? A variantı. Burada nə gəlib? Belə izin qısaldılmış formasıdır. Apostrof s burada izin qısaldılmış formasıdır. 51-ci sualımıza baxırıq. Bizdən buradan düzgün variantı istəyir. Boşluqdan sonra görək ki, nə gəlib? Feil gəlib. Baxaq, görək. You var. Deməli, feil burada gəlibsə, feilin birinci forması işlənibsə, feilin birinci forması işlənəndə biz nədən istifadə edirik? Do, does, did-dən istifadə edirik. Burada does-ı qoya bilmərik. You ikinci şəxsin təkindədir. İkinci şəxsdədir, üzr istəyirəm. Biz bilirik ki, does harada işlənirdi? Üçüncü şəxsin təkində. Ona görə variant olaraq biz burada nəyi seçəcəyik? C variantını seçəcəyik. Baxırıq. Already-dən sonra nə gəlib? Verb üçümüz gəlib. Feilin üçüncü forması gəlib. Bu da işlənirdi bitmiş zamanlı. Ya indiki bitmiş zamanlarda. İndiki bitmiş zamanda ya da ki, keçmiş bitmiş zamanda. She də burada. Deməli, bizim axtaracağımız cavab olmazdı. Have, has, had. She də üçüncü şəxsin təkində olduğuna görə had yoxdur. Nə var burada? Has-lə have-i verib. She də üçüncü şəxsin təkində olduğuna görə biz burada nəyi seçirik? Has-i seçirik. Düzgün cavabımız olacaq A variantı. Üçüncü sualımıza baxırıq. Zamanlara aid olan sualdır. Now, hal-hazırda deyil. Hal-hazırda deyil ki, nə olmalıdır? İndiki sadə davam edici zamanda are playing olacaq. Düzgün cavabımız olacaq burada nə? C variantı. Aha, yenə 54-cü suala choose the correct variant. Buradan bizdən düzgün cavab istəyir. I don't know the time. Bu sual artıq bizim qarşımıza çıxıb. I don't know the time deyir, mən vaxtın, yəni saatın neçə olduğunu bilmirəm. My watch. Deməli, hərəkət keçmişdə olub, amma nəticəsi göz qabağındadırsa, biz nəyi seçirdik? İndiki bitmiş zamanı seçirdik. Düzgün cavabımız olacaq burada nə? D variantı. Baxırıq, 55-ci sualımıza bu əvəzli mövzusuna aid olan suallarımızdan biridir. Biz sual əvəzlilərindən sonra nəyi verirdik? Deməli, sual əvəzlərindən sonra biz mo ya da ki, azanı verirdik. Bütün variantlar çıxır. Deməli, cavabımız olacaq burada nə? B variantı. 55-də düzgün cavab qalır B. 56-cı sualımız isə kvantifikasiyanı kəmiyyət göstəricilərinə aid olan sualdır. Boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. Boşluqdan sonra cəm isim gəlibsə, biz cəm isimə aid olan nəyi seçirik? Kvantifikasiyası seçirik. Aydındır. Ona görə match ola bilməz. Matchdan sonra sayılmayan isim gəlir. A little-dan sonra sayılmayan isim gəlir. Ona görə düzgün cavabımız burada nə olacaq? Deməli, men olacaq. C variantı. Lots of yox. Burada da lots of işlənir. Eynən işlənmir. A lot of olur. Nandan da sonra deməli, birbaşa isim gəlmir. Ona görə düzgün cavab olaraq cavabımız nə qalır? C variantı. 57-ci sualımıza baxırıq. Deməli, boşluqda deyir, my sister had a baby boy last year. Deyir ki, nədir? Yəni, mənim bacımın bir oğlu, a baby boy last year, bir oğlu oldu. He is my first. Deyir ki, o mənim ilk. Deməli, bacı oğlu, qardaş oğlu nə deməkdir? Nephew deməkdir. Ona görə cavab qalır nə? B variantı. Niece nə idi? Bacı qızı, qardaş qızı deməkdir. Düzgün cavab qalır nə? B. 58-ci sualımıza baxaq. This is my bag. That one is boşluqdan sonra görür ki, yes nə yoxdur. Düzdür. H isimlə işlənən yəlik əvəzli idi. My isimlə işlənən yəlik əvəzli idi. Burada myself-i biz nəyə aid uyğun qoyurduq? Cümlədə işlənmiş mübtədə uyğun istifadə edirdik. Y variantımız da yanlışdır. Bu ay şəxs əvəzlinin adlı kalıdır. Adlı kalı feildən sonra gəlmirdi. Adlı kalı nədən cümlədə mübtədə vəzifədən çıxış edirdi. Özündən sonra nə tələb edirdi? Xəbər tələb edirdi. Biz burada nə olacaq? His olacaq. His birlik həm isimlə işlənən, həm isimsiz işlənən yəlik əvəzlidir. Düzgün cavab qalır nə? B variantı. 59-da choose incorrect variant bizdən səhv variantı istəyir. Elə səhv variantımız olacaq burada nədir? A variantı. Nəyə görə A variantı? This-dən sonra cəm isim gəlir. Cəm isim gəlirsə apostrof nə? S-dən sonra olmalıydı. Yanlış variantımız olacaq burada nə? A variantı. 60-cı sualımıza baxırıq. Burada car boşluqdan sonra sayılan tək isim gəlib. O və Z deyir. O və Z deyir ki,
Biz ya Z ya da ZOZ-dan istifadə edirik. Yəni bizə uzaq olan zaman və məsafə baxımından uzaq olan isimləri göstərmək üçün Z ya da ZOZ-dan istifadə edirik. Karda burada təşkil olduğuna görə nəyi seçəcəyik? Z olacaq. Düzgün cavab qalır nə? C variantı. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarımızda görüşənədək.